İkinci sual üçün, ikinci sual üçün biz nə edə bilərik? Biraz yaxınlaşdıraq bunu. Burada x kub çıx y kubun qiymət düsturunu bilməliyik biz, köməkçi düstur. Fərqinin kubu üstə gəl 3x y vur x çıx y-dir. İndi mən a kubu çıx 1 böl a kubu üçün a çıx 1 böl a-nın kubu üstə gəl 3 vur a vur 1 böl a, a çıx 1 böl a yazacaq. Bərabərdir 5'in kubu üstə gəl 3 vur 5 vur 1. O da eləyir 140. Növbəti sualınızı eşidirim. 6'ya kimi sual varmı? 6-cı sualda buradan c'ni a üstə gəl b əvəz edib. Burada yerinə yazsam a üstə gəl b'nin kubu. Kəsrin sürətinə baxaq hələ ki. Burada nə alınacaq? A kub üstə gəl B kubu çıx. A üstə gəl B'nin kubunu açırıq. A kub çıx 3A kvadrat B çıx 3AB kvadrat çıx B kubu. A kublar və B kublar islah olunur. Qalır mənfi 3A B vur A üstə gəl B. C'nin əvəzinə də A üstə gəl B yazanda məxrəzdəki ifadə ilə sürətdəki bir-birinin əksi olur. Cavab mənfi 1 alınır. 7-ci sualda şagirdlər. X-i müsbət veribsə, baxın biz Koşi bərabərsizliyi dediyimiz bir bərabərsizlik var. Bunu düzdür 10-cu sinifdə daha çox istifadə edəcəyik biz. Ədədi orta həndəsi ortadan kiçik deyil. Ədədi orta həndəsi ortadan kiçik deyil. Yəni A üstə gəl B böl 2 kök altda AB-dən kiçik deyil. Deməli, A üstə gəl B kiçik deyil 2 kök AB-dən. Onda mən x üstə gəl 25 böl x-i böyük və ya bərabər 2 vur, x vur 25 böl x yazsın. X-lər ixtisar gedəcək 2 vur 5 10 alır. Cavab A variantı olur. Bu 7-ci sualın bir başqa üsulu x müsbət verilibdirsə, mən bunu kök x kvadrat üstə gəl 5 böl kök x-in kvadratı yazıram belə. Bu bərabərdir kök x çıx 5 böl kök x-in kvadratı. Üstə gəl 2 vur kök x vur 5 böl kök x. Bunlar ixtisar gedir. Buradan alıram mən ifadənin ən kiçik qiymətini. Bir dəqiqə uşaqlar. Növbəti sualınızı eşidirəm. Çək. 8-ci sualda. Birinci kəsri ortaq məxrəci gətirəndə məxrəc a kvadrat çıx b kvadrat. Burada a çıx b kvadrat üstə gəl a üstə gəl b kvadrat verir. Bu ortada səhv eləmirəmsə ya vurmadı ya bölmədi. İndi ikinci kəsrin məxrəci a kvadrat çıx b kvadrat. Burada a çıx b kvadrat çıx a üstə gəl b kvadrat üstündə mənfi 1'dir. İndi burada ortada biz tutaq ki bunu vurma kimi düşünsək. Vurma kimi düşünək. Bu yuxarını kvadratlar cəmini açanda biz a çıx b kvadrat üstə gəl a üstə gəl b kvadrat bizə 2a kvadrat 2b kvadratı verir. Tərəf tərəfə çıxdıqda isə bunları mənfi 4ab alınır. Ona görə mən kəsrin sürətinə 2 vur a kvadrat üstə gəl b kvadrat bölünsün a kvadrat çıx b kvadrat vurulsun tərsini yazıram. A kvadrat çıx b kvadrat böl mənfi 4ab. İxtisar olunur bunlar. İkilər də ixtisar gedəndə doğru cavab qalacaq burada nə? A kvadrat üstə gəl b kvadrat böl 2ab amma qarşısında mənfi ilə C variantı. Üsul hansıdır? Məsələn, mən buradan a kvadratı 6 a çıx 2 yazıb, gətirib a kvadratın əvəzinə yazsın. Üstə gəl 4 böl 6 a çıx 2. Ortaq məxrəci gətirəndə, burada 6 a çıx 2 nə alıram? 6 a çıx 2'nin kvadratı üstə gəl 4. Müxtəsər açanda
36 a kvadrat çıx 12a üstəgəl 4 üstəgəl 4 6a çıx 2. A kvadratın əvəzinə təzədən 6a çıx 2-ni yazanda burada artıq 36 vurulsun olur. Yerinə yazıb, məsələn, buradan məsələni həll edə bilərsiniz. Bu bir üsul. Daha praktik üsul nədir? Bu ifadənin hər tərəfini a-ya bölürsən. A çıx 6 bərabər mənfi 2 böl a-dır. A üstəgəl 2 böl a-nı 6 tapırsan. Kvadrata yüksəldəndə a kvadrat üstəgəl 4 üstəgəl 4 böl a kvadrat 36-dır. Cavab 36 çıx 4 32 olacaq. 14-cü sualda kəsin sürətində 9-u ortaq çıxardıram. Aşağısında isə köklər cəm mənfi 7 hasili mənfi müsbət 10-dur deyə köklər mənfi 2 ilə mənfi 5-dir. M üstəgəl 2, M üstəgəl 5 yazır. Burada biz M üstəgəl 2-ləri ixtisar etsək, nə qalacaq? 9 bölü M üstəgəl 5. Bunun tam ədəd olmasını istəyirik. Diqqət eləməlisiniz ki, M üstəgəl 2 ixtisar aparmışıqsa, M mənfi 2-dən fərqlidir. Çünki məxrəci sıfıra çevirir. Onda mən M üstəgəl 5-ə 9-un tam bölənlərini bir-bir yazmaq istəsəm. Mənfi 3, sonra mənfi 1, müsbət 3 və müsbət 1, müsbət 9. İndi buradan M-i mənfi 14 alıram. Buradan M mənfi 8 alınır, ödəyir. Burada M mənfi 6 alıram, ödəyir. M mənfi 2 ödəmir. M mənfi 4, M müsbət 4. Bax, bu mənfi 2 ödəmir. Ona görə 5 dənə doğru variantı var. Aydındır. Növbəti sualınızı eşidirəm, şagirdlər. 11. 11. Bəli. 11-ci suala baxaq. Burada 11-ci sualda 8b kub üstəgəl 27, 2b-nin kubu üstəgəl 3-ün kubudur. Vurğularına ayıranda onu 2b üstəgəl 3 vurulsun. 2b-nin kvadratı çıx. 2b vur 3 üstəgəl 3-ün kvadratı alır. Bu da 2b üstəgəl 3-dür axı. Ortaq məxrəc 2b üstəgəl 3 vurulsun. 4b kvadrat çıx 6b üstəgəl 9-dur. Birincidə 2-ni vuracam 2b üstəgəl 3-ə. İkincini vurmuram 4b kvadrat üstəgəl. Üçüncüdə isə 4b kvadrat çıx 6b üstəgəl 9-dur. Bu qarşısındakı mənfi bunu çıxma eləyir. 4b kvadratlar getdi. Buradan nə alınır? Kəsin sürətində 4b üstəgəl 6 çıx 6b çıx 9-dur. Bu da bizə nə verir? Mənfi 2b çıx 3. Bunu da mənfini çöldə saxlasaq, 2b üstəgəl 3 vur, 4b kvadrat çıx 6b üstəgəl 9. İxtisar olunur, gətirib b-nin yerinə 2/5-i yazır. X üstəgəl 5y 9y veribsə, x-i 4y-ə bərabər yazıb, gətirib x-in yerinə 4y yazır. Y-lər ixtisar gedir, 36 alınır. 14 var məndə. Baxırıq 14-ə. 14-ü yazmışam, Səkinə. Burada bax. Saçdım. Mən orada tam qiymətləri falan, tam qiymət deyirsə mənfiləri də götürürük. Bəli, bəli. Amma bir dənə burada mənfi 2-nin sıfıra çevrilməyini nəzərə almalısan ki, mənfi 2 ola bilməz. Yəni, ixtisar etdikdən sonra da onun mümkün qiymətlər çoxluğunda mənfi 2 olmayacaq. Bunu nəzərə almalısın. Burada 4 kök x çıx, x-i kök x-in kvadratı yazıram. Aşağıdakı x-i kök x-in kvadratı yazıram.
Yuxarıdan kök x'i ortaq çıxartdım. 4 çıx kök x. Aşağıdan 2-ni çıxartdım. Kök x çıx 4. Kök x üstə gəl 4. Burada bunlar ixtisar gedir. -1 qalır bir dənə. Mənfi kök x böl 2 dənə kök x üstə gəl 4. Cavab olacaq B variantı. 8-ci sualda cəbri kəsri ixtisar olunandırsa, mən sürəti vurğularına ayıram açıq 4 A üstə gəl 1. Məxrəcdə A kvadrat çıx B-dir. Əslində bunun tam qanun yolu budur ki, A kvadrat çıx B-nin bir vurğun bir dəfə açıq 4 götürürük. Onda A bərabər 4 kimi baxırıq. 16 çıx B 0, deməli B 16-dır. Bir dəfə də A kvadrat çıx B-nin bir vurğun A üstə gəl 1 götürürük. Onda A bərabər -1 çoxhədlinin köküdür. -1 kvadrat çıx B 0-dır deyə B 1-dir. 16 və 1. Amma məsələn bu Beyzu teoremini ağlına gətirə bilməyən uşaq elə məxrəci A çıx kök B, A üstə gəl kök B kimi vuruqlarına ayırsa, ixtisar getməsi üçün kök B-ni bir dəfə 4 götürməlidir, bir dəfə də 1. Bu şəkildə də yazıb cavabı tapacaq. Növbəti sual. 29. 29-cu sualda A, bu 111A deməkdir. B isə 111B deməkdir. AA 11A'dır, BB 11B'dir. Yuxarıdan 111-i ortaq çıxardırıq açıq B, aşağıdan 11-i açıq B-lər ixtisar gedir. Cavab 10 tam 11-də 1, yəni A variantı alınır. – 38-ci sualda bax, AB-dən fərqli verib. Mən buradan 4 böl A çıx, 4 böl B-ni, 3B çıx, 3A yazırım. Ortaq məxrəc AB yazanda 4B çıx 4A, 3B çıx 3A-dır. Deməli AB-ni tapıram ki, 4 vur B çıx A böl, 3 vur B çıx A-dır. Bunlar ixtisar gedir. Çünki AB-dən fərqlidirsə mən ixtisar apara bilərəm. Əks halda ixtisar apara bilməzdim. Cavab 3-də 4 alıram B variantı. Oldu mu? A kub üstə gəl 8, vuruqlarını ayırsam A üstə gəl 2 vur. A kvadrat çıx 2A üstə gəl 4-dür. Mən birinci kəsri deməli A kvadrat çıx 2A üstə gəl 4-ə vuracaq. Çıxılsın bu mənfi kəsrin sürətində işarəni dəyişəcək. Üçüncü kəsri isə A üstə gəl 2-yə vurur. Buradan nə alıram? A kvadratlar getdi. 4A, 5A'dan 2A'nı çıxıram. Nə qalır? 3A. Burada nə alınacaq? Deməli, mənfi müsbətləri mən düz yazdımsa əgər 3A plus 6. 3A üstə gəl 6 böl, A üstə gəl 2 vur, A kvadrat çıx 2A üstə gəl 4. Buradan da 3-ü ortaq çıxardanda A üstə gəl 2-lər ixtisar olunur. Cavab qalır A variantı. 49-u soruşan kimi idisə, təxmini eyni sualdır. 4 vur x çıx 1, x kvadrat çıx x üstə gəl 1. Vurulsun. X kub üstə gəl 1 vuruqlarına ayırsam, belə bir ifadə alınır. Bunlar ixtisar olunur. 4-lər də ixtisar olunur. X çıx 1 vur x üstə gəl 1, x kvadrat çıx 1 edir. Cavab B variantı. 7 vur m üstə gəl 4. Aşağıda isə m üstə gəl 4 vur, m üstə gəl 5. M üstə gəl 4-lər ixtisar gedir. 7 böl m üstə gəl 5 alınır. Mən m-in mənfi 4-dən fərqli olduğunu nəzərə almalıyım. Buradan da 7-nin tam ədəd olması üçün m üstə gəl 5 7-nin tam bölənləri olmalıdır. Mənfi 7, mənfi 1, müsbət 1, müsbət 7. Burada 3-ü ödəyəcək də m mənfi 4 ola bilməz.
55-ci sualda kəsrin sürətində heç nəyə dəymirəm. 2x böl 2 çıx x. Məxrəcində işarəni dəyişəndə 2x böl 2 çıx x. Ortaq məxrəcə gətirəndə bu 2 çıx x, burada 4 çıx 2x çıx 2x olur. Bu da 2x bölünsün 2 çıx x. 2 çıx x'lər ixtisar olunur. 2x böl 4 çıx 4x. 2'lər ixtisar getsə 2 çıx 2x qalacaq. Gətirib x'in yerinə burada 7'də 6 yaza bilərsiniz. Cavab 7'də 6 böl 2 vurulsun 7'də. 1'dən 7'də 6 çıxanda 7'də 1 edir. 7'lər gedir 6 böl 2 cavab 3 olur. 56-cı sualla 28-ci sual eynidir. Sürəti vurğularına ayıranda x çıx 6 x üstəgəl 1, məxrəcdə x kvadrat çıx b-dir. Sən x kvadrat çıx b-nin bir vuruğun bir dəfə x çıx 6 götürməlisən, tutaq ki, aynı. Onda x6 bu çox ədliyin köküdür. 36 çıx b 0 deyə b 36 olur. Bir dəfədə x üstəgəl 1 ilə götürəsən 1 olacaq. Ya da bunu x çıx kök b, x üstəgəl kök b şəklində yazacaqsın. Buradan kök b-ni 6, bir də kök b-ni 1 alır. Cavab C bəndə. Uşaqlar, bir ifadənin tam rasional ifadə olması üçün bir hədli və ya çox hədli olması lazım. Ya bir hədli ya da çox hədli. İndi bir hədli çox hədlilərin məxrəcində dəyişən olmamalıdır. Burada məxrəcdəki a kvadrat üstəgəl 3a üstəgəl 2x yazdım. Burada artıq a kvadrat üstəgəl 3a üstəgəl 2 0 etməlidir ki, məxrəcdə dəyişən olmasın. Onda a-nı tapıram nə? A1 vur A2-ni müsbət 2 tapırım. Köklər hasilini istəyir bizdən. 59. Müəllim, 59-da x-a bölürük. 59-cu sualda bəli. Bu ifadəni x-ə bölsək, x çıx 4 üstəgəl 1 bölü x 0-dır. Deməli, x üstəgəl 1 bölü x 4-dür. Bu ifadəni kvadrata yüksəldəndə üstəgəl 2 x vur 1 bölü x, üstəgəl 1 bölü x kvadrat 16-dır. Bunlar ixtisar olunur. X kvadrat üstəgəl 1 bölü x kvadrat 14'dür. Deməli, bu ikisinin cəmi 4, bu ikisinin cəmi 14. Cəm 18 edir. Növbəti sualınız. Müəllim, 58-ə bir dənə yenidən baxa bilərsiniz, zəhmət olmasa. Deməli, Emil, burada tam rasional ifadə olması üçün məxrəcində dəyişən olmamalıdır. Yəni, burada məxrəcində x var, görürsən? Bu x-lər olanda artıq o kəsr rasional ifadəyə çevrilir. Biz istəyirik nə olsun? Tam rasional olsun. Tam rasional olması üçün məxrəzdəki x-lərin əmsallarını 0 etməliyik. Buradan da a kvadrat üstəgəl 3a üstəgəl 2 0 yazdıq. Kökləri nə tapırıq? Bəli, aydındır. Aydındır. Bəli, çox sağ olun. Siz də sağ olun. Növbəti sualınızı eşidirəm. Altmış üçüncü sualda b üstü 4 üstəgəl 4'ü əvvəlcə vuruqlarına ayırmalıyıq. B kvadratın kvadratı üstəgəl 2'nin kvadratı. B kvadrat üstəgəl 2'nin kvadratı çıx. 2 vur 2 vur b kvadrat yazır. Bu bizə nə verir? B kvadrat üstəgəl 2'nin kvadratı çıx 2b'nin kvadratı. B kvadrat üstəgəl 2 çıx 2b. B kvadrat üstəgəl 2 üstəgəl 2b. Ona görə bu məxrəzdəkilərlə ixtisar gedəcək. Sual həll olmuş olacaq. Başqa sualınız varsa burada deyin.